əməliyyat zamanı canlı açan cərrahla bağlı araşdırma başlandı. Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlandı. Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb. Məqsəd ciddi, məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandan kənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək deyə aidiyyatı qurumdan bildirilib. Qeyd eləyək ki, sosial mediada Tuana Estetik Center klinikasında Esmir adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub canlı yayım açdığı haqda video görüntülər yayılıb. Ümumiyyətlə, həkimlərin canlı yayım açmaları çox tez-tez rast gəlinən hadisədir və əsasən də ginekoloqların həqiqətən də o qədər utancı verici görüntülərdir ki, amma çox təəssüf ki, TikTokda çox məşhurdur bu kəsim həkimlər. Bir daha qeyd edirəm, xüsusən də ginekoloqlar. Təsəvvür edirsiniz, bir xanım ginekoloq yanına yoxlanmağa gedir. Ginekoloq onu hansı şəkildə yoxlayırsa, indi ginekoloq yoxlanışından keçən xanımlar bilir də xanımların yoxlanması necədir və o şəkildə canlı yayım açılır. Xəstəni yoxlaya-yoxlaya bir bəhbəhlə də deməli, həkim onun üzərindən danışır, onun üzərindən şərh verir. Xanımlara çağırış eləyir ki, gəlin, siz də qorxmayın, çəkinməyin, yoxlanın. Bəli, yoxlanma çox gözəldir. Xüsusən də ildə bir dəfə, heç olmasa biz ümumi müayinədən keçməliyik. Düzdür, onu da eləmirik, amma ki, keçməliyik də sağlamlığımıza xatir. Amma ki, bir qadının əgər orqanı yoxlanırsa, bunu canlı yayım açıb təqdim etmək nə qədər etikdir? Başa düşürəm, həkimsiz, işiniz budur, amma işiniz yoxlamaqdır da və yaxud da ki, cərrahi əməliyyat etməkdir. Axı, həkimlərin işi canlı yayımda bir qadının orqanını yoxlamaq deyil. Ginekoloq hansı orqanı yoxlayırsa, bizim izləyicilərimiz bilir. Ona görə daha belə deyək də, onu adla da vurğulamaq istəmirəm. Və bir anlıqda özünüzü qoyun. Çox qəribədir ki, bəzi pasiyentlər var, bununla razılaşırlar. Tamam, üzünüz görsənmir, başa düşürük, üzünüz görsənmir. Amma bütün hallarda, yenə də deyirəm də, nə qədər etikdir, Bəli, biri xəstəni orada elə narkozlu qoyur, nə bilim, yerli keydici ilə qoyur, həbbibə özləri şam üfürür. Sonra güya işdən çıxartdılarsa 3-4 gün sonra eşidirsən ki, yenidən başlayıb fəaliyyət göstərməyə və yaxud da ki, indi biri pasiyentin üz dərisini əli ilə tutur, sonra işləyir. İndi son dövrlərin, müasir dövrün həkimi deyək də, bir qədər də müğənniyə oxşayırlar. O qədər belə süslü-püslü olurlar ki, həqiqətən də bilmirsən ki, hansı müğənninin yanına gelsən, yoxsa həkimin yanına gelsən yoxlamağa. Qadın baxımlı olmalıdır da. Amma valla bu qədər bəzənmədən bizim o qədər gözəl xanımlarımız var ki, həqiqətən. Bu xanımdan gedir yəqin ki söhbət, bu həkimdən gedir söhbət. Esmir adlı cərrah. Nə demək istəyirəm? Xanımın baxımlı olmağı gözəldir, amma indi həkimlər də bir-birinin bəhsinə girib sanki, o qədər ki, bu yolda belə mücadilə aparırlar da, bir-birlərindən qəşəng görsənsinlər, bir-birlərindən daha çox reklam olunsunlar, tamam da eləyin də, yenə də deyirəm, bu reklam olunmaq, pasiyent yığmaq da sizin işinizin tərkib hissəsidir, amma ki, xəstənin həyatı ilə oynamayın həqiqətən də. Bu xəstə ilə, bilmirəm, bəlkə də efir üçün yaxşı düşməz, amma xəstə ilə həqiqətən də məzələnməkdir də bu. Xəstə uzanıb orada narkozda, yenə də deyirəm, biri şam üfürür, biri nə bilim canlı yayımda sualları cavablandırır. An məsələsi var da, bəzən pasiyentin həyatı üçün, xəstənin həyatı üçün an məsələsi bir saniyə belə onun həyatını həll eləyə bilər. Amma bu qədər arxayınlar, bəlkə də bu aşırı peşəkarlıqdan irəli gəlir ki, o qədər peşəkardır ki, həkimlər. Onlar deyirlər ki, TikTokda yazılan suallara da cavab verə bilərik, burada əməliyyat da eləyə bilərik. Və mütəmadiən bunu ilə bağlı cəza tədbirləri görülür, amma həkimlər dincəlmirlər. Bu görüntüdən gedir söhbət. Üzgərmə əməliyyatında. Üzü də necə gəlirsənsə, mən valla TikTok necə bloklamır bu, bilmirəm, indi TikTokda açıb canlı yayımı, TikTokda idi səhv etmirəmsə. Ki, bəli, belə
həkimlərimiz də var. Hər şey göstərir. Başa düşürəm, işlərini göstərmək istəyirlər. Bu başqa bir məsələdir. Amma ki, yenə də nə bilim valla çox aşırı eləyirsiniz. Davam eləyirik. Mən heç vaxt iziləndiyimi hiss etməmişəm. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əsgərovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərər çəkən qismində tanınan icra başçısı Taleh Qaraşovun nümayəndəsi vəkil Taleh İbrahimov özünü məhkəməyə təqdim edib. Zərər çəkənin nümayəndəsi Taleh Qaraşovun prosesə gəlmədən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməsini məhkəmənin diqqətinə çatdırıb. Ona görə də Taleh Qaraşovun ibtidai istintaqdakı ifadəsi prosesdə elan olunub. Zərər çəkən icra başçısı vurğulayıb ki, o təqsirləndirilən şəxsi istintaqa qədər heç vaxt tanımayıb. Mənim Bəhruz Əsgərovla əvvəllər heç bir əlaqəm olmayıb, onu heç vaxt tanımamışam. Onun sui-qəsd planları barədə məlumatım olmayıb. Bunu mətbuatdan xəbər tutmuşam. Bununla yanaşı kiminsə məni güdməsini, izləməsini heç vaxt hiss etməmişəm deyib Lənkəran icra başçısı. Zərər çəkən nümayəndəsi Taleh Qaraşovun təqsirləndirilən şəxsə qarşı hər hansı maddi təzminat iddiasının olmamasını məhkəmənin diqqətinə çatdırsa da icra başçısının ondan şikayətçi olduğunu bildirib. Aprelin 29-unda keçirilməsi nəzərdə tutulan növbəti proses şahidlərin ifadələri ilə davam eləyəcək. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunan Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddələri ilə cinayət işi açılıb. Bəhruz Əsgərov Respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb eləyərək onlara Lənkəran şəhər icra hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur. Həmçinin Bəhruz Əsgərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına qarşı sui-qəsd həyata keçirməyə tapşırılması da təsbit edilib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyatı istintaq tədbirləri nəticəsində Bəhruz Əsgərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Dəyərli izləyicilər, hər birinizdən xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, o qədər daha geniş auditoriya bizi izləyə bilər. Sərkisyan ana olur, Paşinyan axtarışa başladı. Ermənistan baş naziri Nikol Paşinyan yeni nazir axtarışındadır. Bu barədə Jaxavurd qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistanın daxili işlər naziri Arpin Sərkisyan ana olmağa hazırlaşır. O uzun illərdir evlidir. Mənbənin dediyinə görə Sərkisyan analıq məzuniyyəti ilə əlaqədar aylarla işə gəlməyəcək. Bu o deməkdir ki, Nikol Paşinyan onu əvəz eləyəcək, adam axtarmalı olacaq deyə nəşrin yazdığı məlumatda qeyd olunur.